Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Надеюсь, у вас все хорошо, все благополучно. Уже месяц февраль, последний месяц зимы. Мы с вами продолжаем наши уроки из 2 класса новой версии. Сегодня будем с вами разбирать урок 23, «Семеро козлят», часть 2. Давайте приступим. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim Rus dili kanalıma. Ümidvaram sizdə hər şey yaxşıdır. Artıq fevral ayıdır, demək qışın son ayındayıq. Biz sizinlə davam edirik dərslərimizə. İkinci artıq yarım ildə başladı məktəblərdə. Bizdə bugün 2-ci sinifin yeni versiyasından 23-cü dərsin izahı olacaq. Bu 7 keçi balalarının ikinci hissəsidir. Keçən dəfə birinci hissəsinə baxmışdıq, indi ikinci hissəsinə baxırıq. Gəlin, başlayaq. Первое задание у нас, как всегда, ответить на вопросы по картинке. Birinci, həmişəki kimi olan tapşırığımız şəkil üzrə suallara cavab verməkdir. Первый вопрос, кого вы видите на картинке? Deyir, siz kimi görürsünüz şəkildə? Demək, biz görürük, мы видим волка и кузнеца. Bəzi, biraz bu dəyirmançıya da oxşuyur, amma çox vaxt nağıllarımızda kuznetsin yanına gedirdi canavar. Kuznets da hansısa usta olurdu, nəsə əl işindən, nəsə dəmirdən falandan, nəsə düzəldən adama deyirdilər. Yəni burada melnik nəzərdə tutublar, yəni dəyirmançını nəzərdə tutublar. Amma nağılda, videoda baxsaz, orada səhv etmirəmsə kuznetsə gedirdi canavar. Nəysə, burada biraz dəyişiklik ola bilsin, olsun. Birdən əgər kuznets eşidərsiniz və yaxud da melnik eşidərsiniz, yəni bu hər ikisində nağılın müxtəlif biraz dəyişdirilmiş formalarında eşidə bilərsiniz. Belə, biz onda deyirik ki, sualın cavabı nə deyirik? Deyirik ki, canavarı görürəm və dəyirmançını görürəm. Tam cavab budur ki, я вижу мельника и волка. Я вижу мельника и волка. Kısa cavabımız мельник и волк. О чем может попросить волк? Deyir ki, canavar onu nə xahiş eləyir? Bu uzadılmış formasıdır, səhv etmirəmsə. Misal üçün, nağılın videosuna baxa bilərsiniz. Orada da bir neçə versiyaları var. Birində var ki, gedir dəmirçiyə ki, səsimi incəlt. Sonra gedir ki, uşaqlar ayaqlarını görür, gedir dəyirmançıdan un istəyir. Burada böyük ehtimal ki, gəlib və dəyirmançıdan un istəyir ki, ayaqlarına un töksün və ağ görsənsin ki, uşaqlar orada keçi balaları orada qapının altından baxırlar və yaxud da pəncərədən baxırlar ki, görürlər ki, nəsə qara bir şey, elə bilirlər ki, anaları deyil. Biz burada nə deyirik? Deyirik ki, un xahiş eləməyə gəlib. Он пришел попросить муку. Muka undur. Muka qısa deyə bilərsiniz. Muka və yaxud da ki, волк просит муку deyə bilərsiniz. Что делает мельник? Deyir, dəyirmançı nə edir? Əslində, nağılda verir. Он дает муку, verir. Кого хочет съесть волк? Canavar kimi yemək istəyir? Biz burada deyirik, козлят, yəni keçi balalarını. Amma uzun formasını deyirik ki, волк хочет съесть козлят. Второе задание. Прослушайте продолжение сказки, ответьте на вопросы. İndi davamını belə deyir ki, qulaq asın və buradakı suallara cavab verin. Biz indi təəssüf ki, qulaq asa bilmirik, dinləməmiz yoxdur. Burada biz məcburən öz bildiyimiz qədərini suallarına cavab veririk. Так, первый вопрос. Кто такой мельник? Deyir, dəyirmançı kimdir? Dəyirmançı ya dəyirmanın sahibi olan insandır, ya da orada işləyən bir işçidir də. Владелец мельницы или работник на мельнице? Владелец sahibdir, работник işçidir. Он или владелец на мельнице, или же работник на мельнице. Мельник ümumiyyətcə nə edir? Sümbülü falan bu əşya, bu sümbüldür və yaxud da buğdadır. Bunlar hamısını una çevirir. Düzdürmü? Он получает из зерна муку. Почему волк хотел присыпать лапу мукой? Deyir, niyə canavar ayaqlarını unla səpələmək istəyirdi? Niyə? Çünki uşaqlar onun qara ayaqlarını görüb başa düşürlər ki, o canavar deyil. Yəni o canavar da anası deyil. Потому что козлята, увидев лапу волка, поняли, что это волк.
Burada biraz çətindir suallara cavab vermək, düzün deyim, ikinci sinif uşaqlar üçün də çətindir, çünki cavab vermək yetərincə cümlə demək lazımdır. Qısa-qısa da tam həmişə demək olmur. Çətinlik olsa buralarda, zəhmət olmasa mənə yazarsınız. Mən cümlə kimi kommentariyalarda bölüşərəm ya da videonun təsvir bölməsində paylaşaram bu tapşırığı. İndi belə deyirəm, indi yadınızda qalırsa da lap yaxşı. Значит, волк хотел присыпать лапу mukой, чтобы козлята не поняли, что это волк. Bax, belə biraz qısa alındı, bir yaxud ki uzun idi cavabımız. Yəni, bunun cavabının yarısını buradan götürürük. Волк хотел присыпать лапу mukой, чтобы козлята не поняли, что это волк. И третий вопрос. Почему Мельник согласился? Niyə deyir dəyirmançı razılaşdı? Nağılda o var ki, Mельnik deyir ki, qorxur, ac canavardan qorxur, ona görə razılaşır və ona un verir. Потому что Мельник испугался голодного волка. Потому что Мельник испугался голодного волка. Çünki ac canavardan qorxur. Теперь задание третье. Прослушайте чтение учителя и разыграйте продолжение сказки по ролям. Bu da nağılın sonudur. Bunu indi oxuyub tərcümə eləyirik. Подошел волк к двери, постучался и говорит: «Детки, милые, откройте, ваша мать пришла, вам из лесу гостинцы принесла». Положил волк свою лапу на окошко. Увидели козлята, что она белая, и подумали, что он правду говорит. Открыли волку дверь. Всех нашел волк и съел. Одного только козленка он не нашел. Тот спрятался в часах. Приходит вскоре старая коза. Ах, что же она там увидела? Вышла она из дому, пришла она на луг и видит, лежит у дерева волк и спит. Принесла коза из дома ножницы, разрезала живот волка, выбежали козлята. Yəni, bu əslində nağıl belə deyil, yəni çox qısaldıblar, çox belə dəyişdiriblər. Yəni, siz ən gözəli tam əgər alınırsa, tam girin, oxuyun nağılı, videosuna baxın. Burada nə deyir? Deyir ki, canavar yaxınlaşdı qapıya, qapını döydü və deyir: Uşaqlarım, əzizlərim, açın qapını, ananız gəlib, sizə meşədən hədiyyələr gətirib. Ayağını demək qoyur pəncərəyə. Canavar görürlər bunu keçi balaları ki, o ağdır və fikirləşirlər ki, o düzünü deyir. Açırlar qapını canavara, hamısını tapır. Canavar yeyir, amma bir dənə keçi balasını o tapa bilmir. O gizlənir saatda. Sonra da ana gəlir, qoca keçi gəlir. Ax, nə görür o orada? Çıxır o evindən, gedir çəmənliyə, orada görür ki, canavar uzanıb ağacın yanında və yatıb. Gətirir evindən qayçını, demək, canavarın qarnını kəsir, oradan keçi balaları çıxır. Belə, bu belə idi nağılımız. Sonra, какие из картинок отвечают на вопрос «что»? Deyir ki, buradan hansı şəkillər nə sualına cavab verir? Что? Окно, pəncərə, окно. Что? Sonra, dверь, qapı, что? Bir də dom, ev, что? Укажите соответствие. Deyir, uyğunlaşdırın. Burada bizdə söz nədir? Белые. Белые ağ deməkdir və cəmdədir. Deyirik, белые лапы. Heyvanın əllərini, ayaqlarını lapa deyirlər, pəncə. Белые лапы. Белые зубы. Ağ dişlər. Белые козлята. Kозлята da keçi balalarıdır. Запишите элементы буквы E. Burada da biz E hərfini keçirik. Onları böyüsünü, balacasını yazırsınız. Belə, bu qədər bu dərsimiz bugünlük. Gələn dərsdə sizlə görüşərik. Suallarınız olsa mütləq yazıb soruşarsınız. Sağ olun, salamat qalın. До свидания, ребята. Увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.